Mirzəlal, Bahar əsəri. Bir gəncin manifestindən bir parça. Bahar kənddən ayrılandan sonra fikirli halda hara gedəcəyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən gəlib vağzala çatdı. Bir tüfəngli adam onu yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif etdi. Paltarın, çörəyin bizdən, özün də erkək ətinin bitisindən yeyib cana gələrsən. Razısanmı? Deyəndə razılaşdı. Düşündü ki, belə dırnaqarası mehriban adama rast gəlib. Həm də şəhərdə qalıb qardaşını da tapmış olardı. Tüfəngli adam Bahar daş yoluna tərəf gətirib bir arabaçıya tapşırdı və dedi ki, bunu atama çatdır, gör yarayırmı? Arabaçı Baharı səhər şəhərə Qəssam Məşədi Abbasın dükanına gətirdi. Arabaçı adamları aralayıb Məşədi Abbas çağırdı ki, bu gedən oğlun İsfəndiyar göndərib. Məşədi isə gözləsin dedi. Bahar günortaya kimi gözlədi. Çox acmışdı. Müştərilər azalandan sonra Qəssab Baharı dükana çağırdı. Hansı kənddən, kimin oğlu olduğunu soruşdu. Bahar payızın ilk aylarını Məşədi Abbasın yanında işlədi. Sallaxanadan şəhərə daşınan ət daşqasının boynunda oturar, cilovu əlinə alıb sürərdi. Qeyd edək ki, daşqa iki təkərləri olmayan at və ya eşşək arabasıdır. Bahar axşamlar tövlədə daşqa atının yanına atar, ona qulluq edərdi. Məşədinin bütün dükan, ev işlərini Bahar görürdü. Məşəd axşama qalan içalatı səbətə doldurub satmağı üçün Bahara verərdi. Bunları sat, satmamış qayıtma. Hamısını satsan sənə bir Abbas fındıq pulu verəcəm, deyərdi. Bahar palçıqlı küçələrdə qapı-qapı gəzər, bir uşaq səsi ilə ciyər alan, ay ciyər alan deyə səslənərdi. Şaxtalı qış günlərindən biri idi. Ayazlı hava idi. Yerdə donmuşdu. Bahar isə köhnə çarıqda, yalınqat paltarda, qəssab dükanının qabağında soyuqdan əsirdi. Məşədi isə buna əhəmiyyət verməyib, Baharı qapıdan qovmuşdu. Bahar qış düşəndən iç sala sata bilmirdi. 5 addım gəzən kimi dalday həyat tapıb qızınırdı. Ev qadınlarına yalvarıb ocaq başında qızınırdı. Bunu biləndə Xozeyni onu döyürdü. Bir gün Bahara fəlakət üz verdi. Sata bilmədiyi bir qarnı əlində sallaya-sallaya müştəri çağıran zaman qəfildən bir qara it içalatı onun əlindən qapıb götürülür. Bunları gəlib Məşədiyə danışanda o inanmır. Dünən yumurtadan çıxan cücənin mən boyda kişiyə kələk gəlməyinə bir baxın, deyir. Pulu harda gizlətmisən, nəyə verib yemisən, deyə soruşur. Bahar andaman eləsə də, qəssab qolundan tutub onu bayra itələdi. Get bir manatı gətir, sonra gəl, dedi. Rəngi kağıt kimi ağaran Bahar, göz yaşı tökərək Xozeyninə baxsa da, Məşədi içərdən dilləndi. Buralara ayaq bassa, meytini qoyaram. Bahar qorxusundan cınqırın çıxartmadı. Küçədə dayanmaq olmurdu. Soyuq adamın iliyinə işləyirdi. Qorxa-qorxa yenə də dükanın qapısına yaxınlaşdı, qapını araladı. Sanki bir mərhəmət diləyirdi. Məşədi oğluna dedi. Gör o pulu gətirdimi? Oğlu Bahara yaxınlaşıb manatı gətirdiyini soruşanda Bahar yalvardı ki, qardaşım gələndə alıb verərəm. Qəssab irəli keçib Baharı itəlib çıxartdı, qapını bağladı. Bahar isti buğun içindən buz döşəməyə düşəndə sanki başına bir vedrə su töküldü. Özünü itirdi. Bir də hər hamamın dəhlizinə girdi. Dəhliz soyuq idi, amma hər qapı açılanda içərdən isti hava dəhlizə vururdu. Bahar özünə təskinlik verdi. Yığmağa gələnlərlə bərabər özünü içəri saldı. Pişik kimi isti səkin üstünə çıxdı. Bir xeyli belə vaxt keçirdi. Hamamçı onu gördü. Maşa ilə Baharı böyründən bizləyib onu çölə çıxartdı. Çarəsizcə qış gecəsinin ayazına baxdı. Geri döndü. Məzlum baxışlarla adamların üzünə baxdı. Heç kəs bir söz demədi deyə yenə hamamdan içəri girib küncə qısıldı. Bu xınalı kişi buğlana-buğlana hamamdan çıxanda Baharı dəhlizdə görüb hamamçı Kəblə Qurbanı səslədi ki, hərif buradadır, dayanıb. Kəblə Qurban Baharın üstünə gələndə o yalvardı ki, soyuqdan ölürəm. Qoy burada durum, sən Həzrət Abbas. O isə buna əhəmiyyət verməyib Baharı itələyib çölə çıxartdı. Rədd ol, Həzrət Abbas qənimin olsun, dedi. Bahar istidən soyuğun içinə düşəndə elə bil ürəyinə xəncər sancıldı. Artıq qaranlıq düşmüşdü. Soyuq vücuduna yermişdi. Ürəyi körpə bala quş kimi döyünürdü. Başı gicəlləndi, getmək istədi. Yeriyə bilmədi. Sanki ayaqlarını qandallamışdılar. Topuqlarından daşlar asılmışdı. Son ümidlə bir təhər özünü Xozeynin qapısına saldı. Qorxa-qorxa qapını döyəndə qara ayaqlayan addım səsləri eşitdi. Ümidləndi. Xanım Baharın köhnə yorğanı çölə atdı.
İtin hansı cəhənnəmə gedirsən get, dedi. Nə qədər yalvardısa da xanım əhəmiyyət vermədi. Qapını bərkdən çırpıb dəmirlə bərkitdi. Elə bil ki, oğrudan, quldurdan qorunur. Əlatsız Bahar qarda bata-bata bazara sarı yönəldi. Sanki Baharı iynəli yorğana bürümüşdülər. Bahar əlini atıb gözünü örtən yorğanı qaldırmaq istədi, amma bacarmadı. Qolu yerindən quru bir ağac kimi sallandı. Bədəni keymişdi. Tərpənmək istədi, bacarmadı. Sanki onu yerə mıxlamışdılar. Anasını xəyalına gətirib səslədi, lakin cavab gəlmədi. Bir neçə saat sonra artıq səhər açılmışdı. Hər şey öz qaydasındaydı. Hər öz işinə, gücünə gedirdi. Konka yolunun qarnı çürüyənlər bir uşaq meyidi tapdılar. Donmuş taxtaya dönmüşdü. Qolları qoltuğuna bükülüb qalmışdı. Baxanların ürəyi xarab olurdu. Yiyəsiz olduğu əynindəki yalınqat paltarlardan bəlli idi. Yiyəsini axtarmadılar. Elə qəriblər qəbirstanlığına apardılar.